Uşaqlar, bugün sizinlə həftənin ucu yarışını keçiririk və bugün 6 iştirakçıdan birini seçəcəyik, həftənin ucusu edəcəyik. Gəlin, vaxt itirmədən səs verməmizə başlayaq. İlk növbədə buradan başlayaq. Deməli, kimin adları çəkiləcək? İsmailov Uğur, Mustafayev İsa, Rəsulov Adəm, Tabzadə Zəfər, Yusifov Kamil və Məmmədli Mələk. Başlayaq. Zəfər, kimi seçsən? İsanı. İsanı. Uğur, kimi seçsən? İsanı. Olga, kimi seçsən? İsanı. Ancaq, kimi seçsən? İsanı. Fatoş, kimi seçsən? İsanı. İsanı. Natik, kimi seçsən? İsanı. Adem, kimi seçsən? Canlı. Aha. Hüseyin, kimi seçsən? Tanrı. Aha. Kamil, kimi seçsən? Adem. Adem'i? Aha. Sunuş, kimi seçsən? İsanı. Onur, kimi seçsən? İsanı. Yağmur, kimi seçsən? Zafer. Zəfəri. Miraç, kimi seçsən? İsanı. İsa, kimi seçsən? Adem. Adem'i. 8 səs çoxluğu ilə, digər uşaqlar 2-2 daha hamısı heç içədilər. 8 səs çoxluğu ilə Mustafa İsa İsa, sənə 7 sual verəcəm. 7 sualına 5-in 6-sını və 7-sinə düzgün cavab verərsənsə, məndən ulduz stikerini alacaqsan. İlk sualıma başlayaq. Vətənimiz haradır? Azerbaycan. Afərin. İkinci sualımız, bəs paytaxtımız haradır? Başşehir. Afərin. Üçüncü sualımıza keçək. Üçüncü sualımız, diqqətlə bax, bayrağımızda neçə rəng var? Mavi, kırmızı, yaş. Afərin ya. Dördüncü sualımıza keçək. Dördüncü sualımız, pişik nə ilə qidalanır? Nə? Süt. Afərin ya. Beşinci sualımıza keçək. Beşinci sualımız, o hansı fəsildir, o fəsildə qar yağır. Qar yağır, fəsildə bax, çoxlu qarlar yağır. İşte. Afərin ya. Altıncı sualımıza keçək. Altıncı sualımız, günəş nə rəngdədir? Sarı. Afərin ya. Yedinci, yəni sonuncu sualımız, biz hansı şəhərdə yaşayırıq? Hansı şəhərdə yaşayırıq biz? Hə? İsa bu sualımızı cavablandıra bilmədi, amma bizim 6 sualımızı cavablandırdı. Düzgün, afərin siya, alqışlayaq. Biz hansı şəhərdə yaşayırıqsa, 6 sualımızı düzgün cavablandırdığına görə İsa'ya ulduz stikeri verirəm. İsa məndən ulduz stikerini alır və bu həftəmizi ulduzu İsa'ya